Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Gündəm efirdədir. İyunun 22-sində Azərbaycanda mətbuat günü qeyd olundu və istər dövlət səviyyəsində, istər ictimai səviyyədə geniş bununla bağlı tədbirlər keçirildi. Elə biz də bugün verilişimizdə Azərbaycandakı mətbuatın vəziyyəti, qarşıda duran problemlər və bu istiqamətdə digər məsələləri müzakirə edəcəyik. Qonağımız isə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Əli müəllim, hər vaxtınız xeyir olsun. Tamam. Əli müəllim, əvvəl elə ondan başlayaq ki, Azərbaycanda mətbuatın vəziyyətini bir dövlət rəsmisi olaraq siz necə qiymətləndirirsiniz? Təşəkkür edirəm. Əvvəla mən efirdən istifadə edib Azərbaycanın bütün media nümayəndələrini, kütləvi informasiya vasitələri sahəsində çalışan bütün jurnalistləri, bütün yaradıcı insanları, bu sahədə məşğul olan yaradıcı insanları bugünkü milli bayram münasibəti ilə, milli mətbuat günü münasibəti ilə ürəkdən təbrik edirəm. Və hər bir jurnalistə əlbəttə yaradıcılıq uğurları, şəxsi həyatlarında müvəffəqiyyətlər və xoşbəxtlik arzulayıram. İki gün bundan öncə Cənab Prezident Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan jurnalistlərinin bir qisminə bildiyiniz kimi 255 mənzilin hasarını təqdim elədi və media nümayəndələri ilə görüşdə geniş bir nitqlə çıxış elədi və bu nitq sözün həqiqi mənasında Azərbaycan jurnalistikasının təhlili baxımından, Azərbaycan jurnalistikasının qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından, jurnalistlər və dövlət, jurnalistlər və vətəndaş cəmiyyəti, jurnalistlər və vətəndaşlar arasındakı münasibətlərin xarakteri baxımından çox proqram xarakterli bir nitq idi və o nitqdə də Azərbaycan mediasının vəziyyəti təhlil olundu. Ümumi götürəndə post-sovet məkanı və bizi əhatə edən bütün bu Avrasiya regionunda Azərbaycan mediası, kütləvi informasiya vasitələri, istər elektron kütləvi informasiya vasitələri olsun, istər print media olsun, istər digər kütləvi informasiya vasitələri, o cümlədən internet vasitəsilə yayımlanan portallar və digər kütləvi informasiya vasitələri olsun, biz demək olar ki, bölgənin ən qabaqcıl nümunələrini yarada bilmişik və bizim milli mətbuatımız, milli kütləvi informasiya vasitələrimiz hal-hazırda nəinki Azərbaycanın mətbuat, informasiya ehtiyaclarını təmin edir, nəinki bölgənin ən qabaqcılarından biridir. O cümlədən Azərbaycanın haqq səsini, Azərbaycanın problemlərini, Azərbaycanın yaşadığı gündəlik, belə deyək, o qayğıları və cəmiyyət həyatında baş verən hadisələri artıq dünya ictimaiyyətinə çatdırmaq gücündədir. Bunları da Cənab Prezident orada birbaşa qeyd elədi, xüsusən son dövrlərdə yaşanan bəzi xoşagəlməz hadisələr fonunda bunlar olsun, Füzuli rayonunun Alxanlı kəndinə erməni quldur dəstələrinin baskını və onları deməli iri çaplı silahlardan atəşə tutması, istər olsun keçən ilin aprel döyüşləri və Azərbaycan ordusunun o şanlı qələbəsi, zəfər yürüyüşü, istər bugün Cocuq Mərcanlının simasında Dağlıq Qarabağ və işğal altında olan digər ərazilərə möhtəşəm qayıdışın başlanması prosesinin işıqlandırılması və digər məsələlərdə artıq Azərbaycan mediası dünyaya öz səsini çatdıra bilir. Azərbaycan mediasını izləyirlər. Azərbaycan dövləti, cəmiyyəti yaşanan proseslər haqqında, o cümlədən Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycan mediasının səsi artıq demək olar ki, beynəlxalq ictimaiyyətə çatır. Ona görə də bütövlükdə götürəndə, o cümlədən maddi, mənəvi, təminat məsələlərinə dövlətin göstərdiyi dəstəyi, qayğını, o cümlədən jurnalistlərin sosial məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atılan addımları da ümumi götürsək, Azərbaycan mediasının vəziyyəti bugün kifayət qədər məqbuldur. Amma söz yox, burada dayanmaq olmaz, inkişaf davam eləməlidir. Elə mənzillərin verilməsi məsələsində toxundunuz. İstərdim elə bu mövzunu davam elətdirək. Heç şübhəsiz ki, son günlərin ən çox danışılan məsələlərindən biridir və narazı qalanlar da var, belə deyək, küsənlər var, haqq olub ev almadığını iddia edənlər var və bununla bağlı artıq sosial mediada müəyyən müzakirələr gedir. Ümumiyyətlə, sizcə, jurnalistlərə mənzillərin verilməsindəki meyarlara yenidən baxmağa ehtiyac varmı və mövcud meyarları siz nə dərəcədə ədalətli hesab edirsiniz? Siz əvvəla oradan başlayaq ki, bu evlər və dövlətin jurnalistlərə ev tikmə təcrübəsi, belə deyək, əvvəlsiz ev verməsi təcrübəsi dünyanın heç bir ölkəsində yoxdur. Bu sözün həqiqi mənasında Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müəyyən elədiyi
və Azərbaycan jurnalistikasını Azərbaycan dövlətinin imkanlarından istifadə edib öz mənzil məişət şəraitini yaxşılaşdırmaq, öz sosial vəziyyətini yaxşılaşdırmaq imkanıdır ki, bunu cənab prezident onlar üçün müəyyən edib. Odur ki, bu mənzillər cənab prezidentin Azərbaycan jurnalistlərinə hədiyyəsidir və hədiyyəni də heç vaxt müzakirə etməzlər. Hədiyyə böyük ola bilər, kiçik ola bilər. Hədiyyə olunan adamın ehtiyacını tam ödəyə bilər və yaxud da qismən ödəyə bilər. Əlbəttə, orada elə jurnalistlər var ki, 10-12 nəfər ailə üzvü var. Amma bu hədiyyə ondan ötərin deyil ki, onun 12 nəfərlik ailə üzvünün bütün tələbatını dolğun şəkildə təmin eləsin. Əlbəttə, qismən təmin eləyəcək, amma bütövlükdə təkrar edirəm, bu hədiyyədir. Və bu hədiyyənin verilməsi də cənab prezident tərəfindən müəyyən edilibdir. Onun müəyyən elədiyi meyarlarla da bu insanlar seçilibdir. Açığı deyim ki, çox çətin idi bu seçim prosesi. Aşağı-yuxarı 2400-dən artıq fərdi və yaxud da redaksiyaların təqdimatı ilə 255 evə sahib olmaq üçün deməli təqdimatlar daxil olmuşdu, müraciətlər daxil olmuşdu. O müraciətlərin hər biri araşdırıldı. İstər təqdimat olan insanların mənzil məişət şəraiti, onların jurnalistik təcrübəsi, jurnalistik stajı, Azərbaycan jurnalistikasındakı rolu, yeri, haqlı olması və yaxud da haqsız olması və digər sahələr. Bunların əksəriyyəti demək olar ki, komissiya tərəfindən araşdırıldı. Əlbəttə, səhvdən nə komissiya, nə də komissiyanın hər hansı üzvü sığortalanmayıbdır. 2400 müraciəti belə qısa zamanda araşdırmaq və təhlil eləmək və ən optimal, ən obyektiv qərarı qəbul eləmək çox çətindir. Amma inanın, komissiya üzvləri, mən əlbəttə bu işə ümumi nəzarətə həyata keçirirdim, tam obyektiv şəkildə bu mənzillərin bölgüsü ilə bağlı qərar çıxartdılar. Əlbəttə, təkrar edirəm, səhvdən heç kim sığortalanmayıbdır. Biz 2400-ün içərisindən 850 nəfər həqiqi jurnalist adına iddia edə biləcək insanları seçdik. 850 nəfərin içərisindən hardasa 300 nəfərinin mənzil məişət şəraiti kifayət qədər yaxşı olduğuna görə onları biz bəri başdan onların deməli müraciətlərini bir kənara qoyduq. Əlbəttə, bütün hörmət, izzət olmaqla onların hamısına əlbəttə sonraki dövrdə də bu haqda məlumat veriləcək, bəzilərinə verilibdir və yaxud da ki, bundan sonra da cavab veriləcəkdir. Qalan siyahıda təxminən 500-550 nəfər jurnalist qaldı ki, bunların ehtiyacı açıq-aşkar görünürdü. Açıq deyim ki, bəzi jurnalistlərimiz baxmayaraq ki, bunlar həqiqət sarçısı olmaqlarına baxmayaraq, həmişə obyektiv məlumat vermək, obyektiv məlumat yaymaq haqqında belə deyək, jurnalist əxlaq kodeksinə imza atdıqlarına baxmayaraq, dövləti də komissiyanı da aldatmağa cəhd göstərmişlər. Bəziləri təcili şəkildə bir il içərisində adlarına olan mülkləri, evləri başqalarının adına keçirmişdilər və bu da müvafiq olaraq reyestr xidmətində öz əksini tapdığına görə komissiya müxtəlif yollarla, o cümlədən reyestr xidmətinin məlumatlarından istifadə etməklə bu insanların kifayət qədər yaxşı mənzil şəraitinə malik olduqlarını, lakin yenidən cənab prezidentin verdiyi o evi almaq üçün deməli öz mənzillərini təcili şəkildə ya xanımlarının adına bəzi kişi jurnalistlər yaxud xanım jurnalistlər öz atasının, anasının adına bunu özününkiləşdirmişdi və yaxud da bir yolla kiməsə bağışlamışdı. Bunlar da müəyyən olundu, əlbəttə bu meyarlar. Bundan başqa bəzi jurnalistlər, bəzi o cümlədən redaksiyalar təqdim etdiyi jurnalistlərin stajlarını saxtalaşdırmağa çalışmışdılar. Və elə jurnalist var ki, onun belə deyək, əmək kitabçasına baxanda sanki bu 12 yaşından jurnalist işləyibdir. Halbuki biz bilirik ki, bu qeyri-mümkündür. Əmək məcəlləsinin şərtləri var, Sosial Müdafiə Nazirliyinin standartları var, əmək standartları var və oradakı onların reyestrində də bu qeydiyyatdan keçibdir. Biz onları aşkarlayarkən bəlli oldu ki, məsələn 5-6 il, 7 il stajı olan 12-15 il stajı olan jurnalist kimi özünü təqdim etməyə çalışır. Onlar müəyyən olundu. Başqa bu peşəsini gizlətməyə çalışanlar, məsələn deyək ki, qəzetlər, jurnalda və yaxud da ki, digər informasiya vasitəsində texniki işçidir, yaxud katibədir, məsələn onun mövcud deməli vəzifəsini gizlədib, saxtalaşdırıb başqa adla təqdim etmək istəyənlər oldu. Komissiya maksimum bunları araşdırdı. Əlbəttə, təkrar edirəm, 255 jurnalist ev aldı və komissiyanın fikrinə görə bu 255 ən çox haqqı olan, ehtiyacı olan və belə deyək, bu gün üçün ev verilməsi məqbul sayılan insanlardır. Amma
qıraqda qalan digər 250 nəfərin heç haqqı, belə deyək, o ev alan 250 nəfərin haqqından az deyildi. Amma biz 500 nəfər tələb və 255 cəmi mənzil olduğuna görə istər-istəməz evə iddialı olan insanların içərisində, belə deyək, komissiyada bir müsabiqə keçirtdik. Daha çox ehtiyacı olan, daha çox ailə üzvü olan, jurnalistikada daha çox tanınan, daha çox belə deyək, jurnalistik haqqı olan bu ev almağa təşəkkür edirəm. Məsələn, jurnalist var ki, demək olar ki, 15 il jurnalistik stajı var, hər 6 ayda bir dəfə iş yerini dəyişibdir. Və sorğu apardıq, nəyə görə dəyişib? Bəlli oldu ki, onun jurnalistik səriştəsi, jurnalistik qabiliyyəti çox aşağıdır. Heç ali təhsili yoxdur bəziləri, orta təhsillə gəlib. Sadəcə olaraq əlinə bir diktafon veriblər, düşübdür, harda hadisə nə baş verir, diktafonu tutur, gətirir redaksiyaya, nə o diktafondakı o teksti aça bilmir, nə onu redaksiya eləyə bilmir, nə onu müvafiq qaydada işləyib, təmsil elədiyi kütləvi informasiya vasitəsinin səhifəsinə çıxara bilmir. Sadəcə olaraq pasilnikdə gedir, yazır, gətirir, diktafonu qoyur ortaya, bu da onun işi bitmir. Belələri çıxdı. Əlbəttə biz onların da ev almaq haqqı var. Çünki onlar da bu sahədə çalışır, amma bugün üçün onlara veriləcək ev yox idi. Ondan daha vacib insanlar olduğu üçün biz onları seçdik. Yəni bu tipli, əlbəttə çətinliklərlə biz rastlaşdıq. Çox təəssüf eləyirəm ki, həmin o ev almayan, xüsusən də jurnalistikada ciddi imici olmayan insanlar bugün Facebook və digər sosial şəbəkələrdə prezidentin bu nəcib əməlinə qarşı bir kampaniya başlayıblar. Təəssüf olsun ki, bəzən qələminə hörmət elədiyimiz, jurnalistik səriştəsinə böyük, belə deyək, ümid bəslədiyimiz və Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşlarının çox böyük gözləntiləri olan jurnalistlər də həmin o səriştəsizlərə qoşulublar. Bir məsələni də qeyd etmək istəyirəm. Son zaman narazılıq eləyənlər daha çox deməli, Baş Prokurorluğun rəsmi xəbərdarlığını almış və o cümlədən Mətbuat Şurasının uzun illərdir ki, reket siyasına salmış kütləvi informasiya vasitələrinin rəhbərləridir. Onlar əksər halda böyük kollektivlərdən ibarət deyirlər. Yəni, bir saytdır, onun bir rəhbəridir, 2 nəfər də, belə deyək, orada işləyən insanlardır. Bunlara biz nəyə görə bu dəfə ev vermədik və bunları ev siyasından kənarda saxladıq və müddət qoyduq. 3 il müddətinə bu kütləvi informasiya vasitələri əgər özünü düzəltməsə, əgər onların kütləvi informasiya vasitəsi statusuna xələl gətirən Azərbaycanın dövlət maraqları, dövlət təhlükəsizlik maraqları, o cümlədən jurnalist əxlaq kodeksinə uyğun gəlməyən fəaliyyətlər davam edəcəksə, deməli, növbəti ev bölgüsündən də onlar kənarda qalacaqdır. Amma əksər halda ev alanların haqqı %100 bu gün Azərbaycan cəmiyyəti tərəfindən, Azərbaycan jurnalistikası tərəfindən tanınır, qəbul olunur və haqlı, ədalətli hesab olunur. Sadəcə olaraq ev almayanlar da hesab edir ki, onların da haqqı var idi, onlar da ev alanlar qədər haqlı idilər. Biz də belə hesab edirik. Amma haqlıların da belə deyək dərəcə ölçüləri var ki, onların içərisindən biz maksimum çalışmışıq ki, cənab prezidentin bu hədiyyəsini, jurnalistlərə bu qayğısını, bu nəcib aksiyasını sözün həqiqi mənasında ədalətlə, belə deyək, vahid standartlar üzrə, vahid meyarlarla həyata keçirək və düşünürəm ki, buna da biz nail ola bilmişik. Siz özünüz də qeyd etsiniz ki, dünyada belə bir təcrübə yoxdur. Və Azərbaycanda artıq müstəqil mətbuatda belə fikirlər bunu bir dövlət öhdəliyi kimi qəbul edirlər və o küskünlük də məhz buradan irəli gəlir. Əlbəttə, burada dövlətin heç kimin qarşısında öhdəliyi yoxdur. Dövlət heç bir jurnalistə ev vermək öhdəliyinə malik deyil. Dövlət sadəcə olaraq bu cənab prezidentin Azərbaycan mediasına, Azərbaycan jurnalistikasına, jurnalist əməyinə münasibətinin göstəricisidir ki, cənab prezident çox yaxşı bilir ki, heç bir jurnalist öz əməyi ilə, öz maaşı ilə o tipli ev ala bilər əlbəttə. Azərbaycanda hər cür evlər var. Ucuz evlər var, orta qiymətli evlər var, bahalı evlər var, prestijli evlər var. Amma belə prestijli yerdə, belə təmir olunmuş gözəl binada ev almaq çox çətindir. Açığı deyim ki, o binada aşağı-yuxarı mənzillərin orta kvadratı 100 kvadrat metrdir. Bunun da indiki qiymətlərini ölçsək, o yerdə, o dəniz mənzərəsi ilə evlərin azı qiyməti 1500 manatdır. Beləliklə, hər jurnalist aşağı-yuxarı cənab prezidentin bu nəcib təşəbbüsü vasitəsilə 150 min manat və yaxud 150 min manatlıq əmlak qazanır. Əlbəttə, bunu hamı istəyir əldə eləsin. Ona görə də haqqı olan, olmayan qolunu çırmayıb, düşüb meydana və haqqı olmayanlar elə bağırırlar ki, haqqı olanlar belə utanıb çəkilirlər geriyə. Mən
bu məsələnin fərqli istiqamətli siyasiləşdirənlər də var. Ki, dövlət artıq bu adamlara dövlət tərəfindən ev verilibsə, artıq onların müstəqil fəaliyyətindən söhbət gedə bilməz. Heç bir əsası yoxdur. Keçən evdə bizim ev verdiyimiz jurnalistlərin neçəsi bu dəqiqə, belə deyək, Azərbaycanı tərk edib xarici ölkələrdə və yaxud da Azərbaycanın daxilində əvvəlki müxalif fəaliyyətlərini davam etdirirlər və davam etdirməkdə də davam edirlər. Yəni, bunun o evlə heç bir əlaqəsi yoxdur. Əlbəttə, biz arzuluyuruq ki, hər bir Azərbaycan jurnalisti sağlam olsun. Cənab Prezident dünənki orada çıxışında dedi ki, biz sizi demirik ki, dövləti tənqid eləməyin, dövlət məmurunu tənqid eləməyin, dövlətin həyatında yaşanan prosesləri təhlil eləyib, öz tənqidi fikirlərinizi bildirmir. Əksinə, biz istəyirik, Cənab Prezident açıq orada bəyan elə dedi. Hər bir jurnalistin deməli yazısından, informasiyasından mən istifadə edirəm. Onlar mənim qeyri-rəsmi köməkçilərimdir. Amma biz eyni zamanda istəyirik ki, jurnalistlərimiz sağlam olsun. Olmayan bir şey haqqında yalan məlumat yaymasın. Orduda ölüm hadisələri ilə bağlı olmayan informasiyanı ermənilərin saytlarında, o fake saytlarında tirajlanan, yayılan informasiyaları götürüb tirajlayırlar. Və yaxud da ordu quruculuğu ilə bağlı dövlətin təhlükəsizliyinə aid olan, dövlət sirrinə aid olan məsələlər var, onu açıqlayırlar. Bəzən, belə deyək, insanları, vətəndaşları təhqir eləyirlər, onların şərəf ləyaqətinə toxunurlar, onların məxsusi sirlərini açıqlayırlar və bundan onlara qarşı deməli, gəlir əldə etmək məqsədi ilə reşitlik vasitəsilə istifadə edirlər. Biz bunlara qarşı mübarizə aparıq. Dövlət heç zaman Azərbaycanda azad medianı məhdudlaşdırmaq, azad jurnalisti məhdudlaşdırmaq, jurnalist əxlaq kodeksinə əməl edən hər bir jurnalist Azərbaycanda kifayət qədər azad meydana malikdir və öz fəaliyyətini davam etdirə bilər. Odur ki, bu ittihamların heç bir əsası yoxdur. Və bu seçimdə açığı deyim ki, biz qətiyyən o jurnalistlərin siyasi mənsubiyyətinə fikir vermədik. Müxalifət partiyalarını təmsil edən insanlar da buradan bərabər hüquqla ümumi müsabiqədəki, belə deyək, onlara məxsus staj və yaxud da digər əlamətləri ilə seçildi. Odur ki, bunların bu tipli sözlər o ev ala bilməyənlərdir. Başqalarının könlünü bulandırmaq üçün, bu prosesin yaxşı bir şey olmadığı ilə bağlı təəssürat yaratmaq üçün cəhd göstərirlər. Amma mən düşünürəm ki, Azərbaycan sağlam jurnalistikası belə şeylərə heç fikir vermir, vermək də lazım deyil. Azərbaycan cəmiyyəti kifayət qədər multikultural, tolerant bir cəmiyyətdir. Bütün azadlıqlar təmin olunubdur, o cümlədən jurnalist azadlığı, siyasi azadlıqlar, hakimiyyət uğrunda mübarizə aparmaq azadlığı, amma hər şeyin bir çərçivəsi var. Biz məsuliyyətli demokratiya qururuq. Bizim demokratiyanın sərhədi bir insanın hüququnun bitdiyi, digər insanın hüququnun başladığı yerdə də bitir. Ona görə də insanlar bir-birinin hüququna hörmətlə yanaşmalıdır, bir-birinin haqqına girməməlidir, demokratiyanın verdiyi imkanlardan sui-istifadə etməməlidir. Əlmən, demokratiya söz azadlığı demişkən, artıq bu məsələlər qlobal səviyyədə o həddə çatıb ki, ölkələrin daxili məsələsi çərçivəsini aşır və mütəmadi olaraq da beynəlxalq təşkilatlar tərəfindən və yaxud da beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən, müxtəlif institutlar tərəfindən hesabatlar hazırlanır. Bu hesabatlarda açıq deyək ki, Azərbaycanla bağlı heç də birmənalı fikirlər də səsləndirilmir ki, bəzən Azərbaycanın da söz azadlığının vəziyyətindən bağlı çox belə deyək, sıralamada tənqid olunan yerlərdə ad çəkilir. Bu tənqidləri qəbul edirsinizmi və sizcə bu hesabatların hazırlanması metodologiyası nə qədər obyektivdir? Əlbəttə qəbul eləmirik. Biz bunlarla bağlı münasibətimizi bildirmişik. Özü tək dövlət deyil. Azərbaycan Jurnalist Təşkilatları, Mətbuat Şurası, jurnalist azadlığı ilə məşğul olan həmin qurumların Azərbaycandakı nümayəndəlikləri dəfələrlə bəyan ediblər ki, o mərkəzlərdə, o bəlli mərkəzlərdə hazırlanan o hesabatlar Azərbaycandakı reallığı əks etdirmir. Azərbaycanda söz, mətbuat, məlumat azadlığı kifayət qədər, belə deyək ki, təmin olunubdur və o Avropanın inkişaf eləmiş, o qabaqsız dövlətlərin heç birindən geridə qalmır. Ən azından Azərbaycanda tam azad internet var. Bugün əhalinin 80%-i öz mobil telefonu vasitəsilə dünyada və ölkədə yaşanan proseslər haqqında məlumat alır, məlumat yayır, fikrini bildirir, başqalarının fikri ilə tanış olur və istədiyi fikri də söyləyə bilir. Belə bir ölkədə media azadlığının pozulmasını iddia eləmək, demokratiyanın olmasını iddia eləmək əlbəttə bu fiksiyadır, bunun başqa adı yoxdur. Niyə bunu eləyirlər? Onu da siz yaxşı bilirsiniz. Azərbaycan dövləti artıq kifayət qədər oturuşmuş dövlətdir. Öz təhlükəsizliyini təmin eləmiş dövlətdir. Müstəqil dövlətdir.
əhali dövlət tərəfindən yürüdülən siyasəti dəstəkləyir. Əhali ilə dövlət arasında kifayət qədər birlik var. Bu dövlətin siyasəti başqa dövlətlərin maraqları üzərində deyil, öz xalqının maraqları üzərində qurulur. Kənardan buna nəyisə diktə eləmək, qəbul etdirmək çox çətindir. Belə olan halda əlbəttə həmin o mərkəzlər dövlətə əlavə təsir mexanizmi kimi nəyə əl atırlar? Kütləvi informasiya vasitələrinə, dövlətlə bağlı, belə deyək, qeyri-obyektiv rəy formalaşdırmağa və s. Bunların heç bir əsası yoxdur. Biz bunları inkar edirik və Azərbaycan cəmiyyətinin bir nümunə kimi istənilən, belə deyək, həmin o hüquq müdafiəsinə, istənilən dünyada media azadlığı ilə məşğul olan quruma təqdim etməyə hazırıq. Buyursunlar, gəlsinlər, burada biz onlarla dialoq aparaq, nəyin necə olduğunu və onlarda nəyin xoş gəlmədiyini biz onlara izah edə bilərik. Mən son sual vermək istəyirəm. Artıq bunu qeyd etdiniz ki, Azərbaycan mətbuatı da, dövlət də, cəmiyyəti də bir çox, belə deyək də, tarixi məqamlarda sınaqdan üzü ağ çıxdı. İstər sol bu erməni təcavüzü məsələsində Alxanlı kəndini deyirəm, istər aprel döyüşlərində. Yəni, milli məsələlərdə imtihandan bütün cəmiyyətimiz, dövlətimiz kimi mətbuatımız da üzərinə düşəni etdi. Gözləntilərimiz tam qarşılanırmı dövlət olaraq? Xüsusilə informasiya müharibəsi nöqteyi nəzərdən. Əvvəlki dövrlərdə erməni lobbisi bu sahədə bizi çox-çox qabaqlayırdı. Cənab Prezident oradakı çıxışında da qeyd elədi. Azərbaycan iqtisadi cəhətdən Ermənistanla qətiyyən müqayisə olunmaz dərəcədə. Əlbəttə ki, Azərbaycanın dinamik iqtisadi inkişafı fonunda Ermənistan faktiki olaraq, belə deyək, yoxsul, bunun belə deyək, humanitar yardımı ilə dolanan forpos bir dövlətdir. Azərbaycanla dövlət-iqtidar münasibətlərində də, dövlət-vətəndaş münasibətlərində də Ermənistan bizlə müqayisəyə gəlməz. Azərbaycanda dövlət hakimiyyəti ilə vətəndaşlar arasında bir birlik var və bu birlik dövlətin faktiki olaraq siyasi maraqlarını müəyyən eləyir, dövlət başçısının iradəsini müəyyən eləyir və onun yürütdüyü siyasətin ictimai dəstəyi olaraq onun gücünü təmin eləyir. Ermənistanda bu da yoxdur. Əhali dövlətdən razı deyil, cinayətkar bir rejimdir, separatizm fonunda gəlib hakimiyyəti zəbt eləmiş bir rejimdir. Özünün hərbi cinayətləri ilə də deməli orada öz hakimiyyətini sürdürür və xalq onun girovuna çevrilir. Deməli Ermənistan bu sahədə də Azərbaycanın müqayisəyə gəlməzdir. Beynəlxalq qurumlarda, beynəlxalq əhəmiyyətinə görə Azərbaycan Ermənistan ümumiyyətlə müqayisə gəlməz. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş dünyanın tanınmış nüfuzlu dövlətlərindən biridir. Azərbaycan dünyanın kosmik dövlətləri sırasına daxildir. Azərbaycan bugün həm regionda, həm dünyada dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici fiqurlardan biridir. Azərbaycanın rəyi olmadan, mövqeyi nəzərə alınmadan nə bölgədə, nə dünyada demək olar ki, bir ciddi enerji layihələri, transmilli layihələr həyata keçirilmir. Bu fonda da Ermənistan bizə tam uduzur. Harada biz uduzurduq ermənilərə? Yeganə informasiya deməli məkanında. Cənab Prezident bunu çox gözəl izah elədi. Bu da ondan irəli gəlirdi ki, ermənilər xaricdə böyük diasporaya malikdirlər. Bu diaspora həddən artıq imkanlıdır. Həmin imkanlı diaspora orada çiv təsis eləyir, jurnalistləri ələ alır, siyasətçiləri ələ alır, ayrı-ayrı media orqanlarına maddi yardım göstərir və mütəmadi olaraq anti-Azərbaycan fəaliyyətini sürdürür. Bax, bu fonda biz əvvəlki dövrdə çox geridə qalırdıq və dünyaya sözümüzü çatdıra bilmirdik. Haqlı mövqeyimizi Cənab Prezident beynəlxalq qurumlarda, dövlətlərdə, təşkilatlarda sübut elədiyi halda mediamız bu səsi çatdıramırdı. Son zamanlar Cənab Prezident bunu da qeyd elədi. Çox şükürlər olsun ki, biz bu sahədə də mövcud geriliyi aradan qaldırmışıq. Artıq Azərbaycanın belə deyək, mediasının, Azərbaycan çivlərinin səsi, Azərbaycan dövlətinin səsi beynəlxalq aləmə çatdırılır. Bizim dostlarımız artıq buna reaksiya verir. Beynəlxalq aləm bilavasitə birinci mənbədən bizim deməli problemlərimiz haqqında məlumatdır. Amma yenə bizim əlbəttə burada dayanmaq olmaz, yenə çatışmamazlıqlarımız var, yenə problemlərimiz var. Azərbaycan mediasının dil bariyerləri var. Xarici dillərdə biz resurslarımızın sayını getdikcə artırmalıyıq. Bu sahəyə dövlətin qayğısını biz artırırıq, getdikcə xarici dilli jurnalistlərimizin belə deyək, təhsillənməsi, yaxşı jurnalistlik standartlarına malik olması üçün işləyirik. Yəni, müəyyən işlərimiz var, bunu da sürdürürük. Allah qoysa, yaxın zamanlarda bir neçə ildən sonra yəqin ki, Azərbaycan mediasının beynəlxalq aləmdə informasiya yaymaq, Azərbaycanın problemlərini çatdırmaq, Azərbaycanla bağlı məsələlər çatdırmaq üçün heç bir problem olmayacaq. Son elə hadisələr göstərdi. İstər bu
keçən ilin aprel Azərbaycan ordusunun zəfər yürüyüşü, istərsə də son Alxanlı hadisəsi ilə bağlı yaşanan proseslər Azərbaycan haqq səsini dünyaya lazımi yerlərə çatdırdı və lazımi reaksiyaları aldı. Ermənistan nə qədər cəhd göstərdisə də bu informasiya, belə deyək, mübarizəsinin qarşısında duruş gətirə bilmədi. Əlman müəllim, çox sağ olun. Təşəkkür edirik. Suallarımızı ətraflı cavablandırdınız, vaxt ayırdınız. Hörmətli tamaşaçılar, bununla da növbəti gündəm verilişinin sonuna çatdıq. Salamat qalın.